Bu işi təşkil eləyənlər var, başda oturur, əmr verənlər var. Mənim uşağımı tutublar, təkcə mənim uşağımı yox, bütün dindarları tutub basır, həbs eləyib, basırlar içəri. Mən məhkəmənin qərarına əsasən mən bunu gözləmirdim. Çünki mənim uşağım bu iş yəsi olmayıb. Mənim uşağım dövlət işində işləyib 10 ildir. Mənim uşağım dindar uşaqdır. 6 yaşında namaz qılır, Quran oxuyur, oruç tutur, dövlət işində işləyir. Akademiyanı Belarusiyada oxuyub mənim uşağım. Mənim uşağım oruç tutub. Orucla gedib, oruc açmayıb. Gedib ki, mən gedib şəhərə dəyim, gəlib evdə orucumu açaram. Narkobaron deyirlər, bu işi təşkil eləyənlər var, başda oturur, əmr verənlər var. Mənim uşağımı tutublar, təkcə mənim uşağımı yox, bütün dindarları tutub basır, həbs eləyib, basırlar içəri. Mənim başım çıxmır, bu dindarlardan bunlar nə istəyirlər? Bu dindarlar bu Qarabağı alanda Allahu Əkbər deyə 44 gün ərzində Qarabağı aldılar. Ağıllı başlı idilər də Allahu Əkbər deyə böyük bir qələbəyi dünyaya tanıtdırdılar Azərbaycana. Mənim uşağım bütün dindarları, Quran əhliləri, alimləri, hafizi Quran, natiqi Quranları hamısını tuturlar, basırlar içəri, həbs edirlər narkotiklə. Bu narkobaron, banditizm deyirlər, mən onlara banditizm demirəm. Mən bunlara narkobaron deyirəm. Yəni bu işi əmr verən, bu işin başında olan mənim uşağımı nahaq yerə tutub, gətirib basıb, orada atası da xəstədir. Atası həm şəkərdir, həm ünsiyyət keçirdi, həm də nevroloji xəstədir. Bu adam xəstədir, bunun müalicə lazımdır, bu uşağı idara lazımdır, körpəsi var. Biz də ailə qalmışıq ortalıqda, biz neyniyik? Mən xəstəmə baxım, ailəyə baxım, mən körpəsinə baxım, mənim uşağımı şərləyib, narkotik ilə gəlib basıb ora. Sən bu dövlət, əgər bu dövlətin qulduru varsa, o səfər demişəm mən sözümü, o dövlətin yəsi də var, yəsi də nəticə çıxarsın. Bunun da nəvəsi var, qızı var, oğlu var, özü var. Hər kim bunu təşkil edibsə, əmr veribsə, Allah Taala onun özünə, balasına hədiyyə eləsin o yeri. Mənim ürəyim yandıqca onun ürəyi də o cür yansın. Onun balasının özünün hədiyyəsi olsun. Bu zülm dövlət var, biz çəkirik. Biz şeyin dövrünü yaşayırıq. O vaxtı Stalin rejimini yaşayırıq. O vaxtı Stalin də belə dindarları şərləyib, güllələtdirib hamısını, yarısı da Sibirə göndərib. Biz Azərbaycanda qorxuruq. Biz elə bilirik ki, Azərbaycanda biz erməniəsirik, Ermənistanda yaşayırıq. Biz öz vətənimizdə rahat nəfəs ala bilmirik. Belə şey olarsa mənim uşağımı şərrəqinə, narkotiklə olmadığı şey, olduğu kimi qələmə ver, mənim uşağımı bas içəri. Mən Allaha tapşırmışam. Mən onu Qurana tapşırmışam. Hər kim mənim balamı aparıb, xəstə atasını, ailəyə bir dənə çörək, ruzu gətirən o idi. O səviyyəyə salıbsa, Allah bəlasını versin. Allah ona min təsbih ləhnət eləsin. Mən onu bağışlamıram, Allah da bağışlamasın.